Hər birinizi yeni bir vlogdan salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Sizin üçün yeni bir vloga başladım və Alina da burada gördüyünüz kimi sizi salamlayır. Mən əvvəlcə sizə otağımın vəziyyətini göstərirəm ki, baxın mənim otağım nə vəziyyətə düşüb. Burada yuyulan paltarlardır çoxsu və bəzi paltarlar da yuyulmaya gedəcək. Amma uşaqlı evdə məncə bu şeylər normaldır. Hamımız yəqin ki, körpə uşaq olanda bu vəziyyəti yaşamışıq. Yəni ümid edirəm ki, mən tək deyiləm. Əvvəlcə paltarlardan başlayıram, çünki bunları qatlayıb yığmaq və səliqəli formada şkafa yerləşdirmək lazımdır. Bizdə gün ərzində bir neçə dəfə paltar yuyulur. Yəni elə insanlar var ki, bir həftə boyunca, məsələn 3 gün boyunca filan paltarları yığırlar və hamısını bir yerdə yuyurlar. Amma bizdə hər gün demək olar ki, paltar yuyulur. Düzdür, mən də öz paltarım olanda, məsələn paltarımı dəyişdim, saxlayıram, biraz yığılır, ondan sonra yuyuram bir neçə gün ərzində. Normalda bunu edirdim, amma qaynanam demək olar ki, hər gündə nə paltar çıxsa onları yuyur. Qızlar, bu aralar fikir vermişsinizsə, vloglarım gec-gec çıxır. Bunun da bir sıra səbəbləri var. Ən birinci səbəbi vaxt olmamazlığıdır. Yəni ki, vaxtımın olmamağıdır. Düzdür, mən çalışıram ki, vlogları vaxtında çıxarım, maraqlı vloglar çəkim. Amma bəzən işlər istədiyimiz kimi getmir və vloglarda gec çıxır. Burada sizə göstərdiyim alət Trendyoldan sifariş verdiyim belə tükləri, xırda tozları təmizləmək üçün belə bir alətdir və bu mənim çox işimə yarayır. Əsasən də Alina ilə bağlı məsələlərdə. Məsələn, Alinanı üzüstü qoyduğum zaman ağzına yerdən hər hansı bir nəsə xırda tüklər falan getməsin deyə yeri örtünün üstünü bununla təmizləyirəm və daha təmiz olur. O cümlədən də Alinanın paltarlarını da bununla təmizləyirəm və daha təmiz olur. Yəni sizə də məsləhət görürəm. Bu alət düzü üstündə evdə ev heyvanı olanlar üçün nəzərdə tutulub. Çünki onların tüklərini təmizləmək üçün, yəni pişiyin və ya itin hardasa tükü qaldısa, onları bu alətlə rahatlıqla təmizləmək olar. Amma bunu adi bir şeylər üçün də istifadə etmək olar. Mən çox zaman yatağın üstünü, çünki istər-istəməz toz olur. Həm paltarın tükləri, təkcə insanın saçı filan yox. Paltarlardan çıxan o xırda tüklər ki olur, onları da yəni çox yaxşı formada təmizləyir. Burada da artıq otağımın təmizliyinin sonuna gəlirəm və düzdür, toz almıram. Amma bu formada da təmizliyimi demək olar ki, bitirirəm. Qızlar, bu formada təmizlədim. Təxmini 10 dəqiqə vaxtımı aldı bunları təmizləmək. Və bunu da digər otağa aparacağım. Buna görə də saxladım üstdə. Formada oldu. Toz almadım düzü, amma belə ümumi dörd-töküntünü yığışdırdım ki, təmiz görünsün. Yatağı da hələlik belə elədim, çünki Alina da burada adyalını yeyir. Suçüstü. Neynirsən sən burada? Hə? Neynirsən sən burada? Gülürsən? Hə? Gülürsən? Çit. İndi Alina'nın altında esəcəm. Niyə Alina burada uzanmışkən işlərimi gördüm? Çünki Alina oyandıqdan sonra və içəridə yəni mən iş görürəmsə dayanır, sakitcə mənə baxır. Buna görə də həmişə belə sakit vaxtlarından çalışıram ki, istifadə edeyim. Normalda işim olmayanda da ancaq Alina'nı oynadıram belə, onunla oynayıram. Və belə o da sakitcə uzanıb mənə baxır. İndi idmanlarımızı eləyəcəyik. Pampersimizi dəyişib, yeməyimizi yeyib və ana da gedəcək yeməyə. Bunu Alina'nın kürəyinə qoymaq üçün istifadə edirəm çox vaxtı və ağız dəsmalı kimi də istifadə etmək olur. Bunun materialı çox yaxşıdır, yəni uşağı incitmir, yumuşaq materialı var. Yanıma bir papaq da qoyuram ki,
Bəzən, baxın, burada nə edir burada? Axşama kimi belədir. Ancaq koftası ya da əlinə nə düşdüysə ağzına aparır. Və papaq da qoyuram ki, gecə oyandığı zaman başına baxıram, başının arxası bəzən tərləyir. Mən hələ ki Azərbaycan sayağı uşaq geyindirmə üsullarından əl çəkmirəm. Gündüzlər artıq başını açıram. Amma gecə yenə də qorxuram ki, soyuq olar və papağını bağlayıram. Yəni belə, hələ ki bu soyundurub da yatıra bilmirəm. Tək şalvara keçmişik, düzdür, havalar isinib. Amma düzün desəm, yəni bilmirəm gecə hava necə olar, üstünü açar, soyuq olar. Bu şeyləri fikirləşirəm. Buna görə də elə bu formada yatırıram. Bu koftasını gecə yatarkən geyindirirəm. Bu koftası nazikdir digərlərinə baxanda. Yəni bundan yatır, səhərdə dəyişirəm. Əmziyimiz də yanımızda olur. Bunu hər səhər mən qaynar suya qoyuram. Çünki gecə bəzən yediyi zaman soskanı əmziyi verirəm və ondan sonra yatır. Əmziyi olmasa daha uzun müddət oyaq qalır, bəzən yatmır. Amma əmziyi olduğu zaman daha rahat yatır. Mən gün ərzində əmziyi verməyə öyrəşdirməmişəm. Sadəcə yatarkən istifadə edirəm. İnşallah ki, gələcəkdə də problem olmaz. Mən bilmirəm gələcəkdə necə olacaq, amma hələ ki əmziyi istifadəsi məncə yaxşı bir şeydir. Amma formasına baxın. Mən sizə formasını göstərim. Bu formada olsun, baxın. Belə damaq formasında. Bu əmziklər diş problemlərini gətirib çıxarmır deyilənə görə. Hansı ki, başı yumru formalı olanlar deyəsən diş damaq problemləri yarada bilir. Bilmirəm, mən də elə eşitmişəm və ona görə də biz bundan istifadə edirik. Mən belə oxumuşdum ki, ilk təzə doğulanda bu formada əmziklər istifadə edir, sonra digərinə keçir. Amma buna baxmışam ki, sağlam ol. Bunun üstündə yazılmışdı ki, 6 aya qədərdir. İndi biz 6 aya qədər istifadə edək. Baxacam görək 6 aydan sonra nə vermək olar. Və indi altımızı dəyişək, D vitaminimizi içək. Qızlar, mən deyəsən sizə bunu göstərməmişəm. Əli və Ninodan almışdıq bunu. Belə düymələrinə. İndi bütün səsləri çıxarmayayım, amma düymələrinə bastığınız zaman müxtəlif səslər çıxarır. Baxın, belə bu formada iç səsi çıxarır. Alina bunu necə istifadə edir? Ancaq bu iki tərəfini yeməklə məşğuldur. Bunlar yumuşaqdır, baş hissəsi. Mən də çox vermirəm ki, yuxarısı qopar deyə. Düzdür, möhkəmdir, amma yenə də özüm olmayanda bunu vermirəm. Yerə qoyduğum zaman üz üstə. Bunu da uzaq bir məsafəyə qoyuram ki, gəlib buna çatmaq istəyir. Qızlar, mən sizin üçün bu formada çəkdim bu videonu. Çünki mən istəyirəm ki, siz görəsiniz. Bizdə hər gün, hər səhər demək olar ki, bu proseslər gedir. Yəqin ki, körpə uşaqlı evlərdə hamısında belədir. Bunu mən daha başqa formada da çəkə bilərdim. Sadəcə istədim ki, mən gündəlik necə edirəm, o formada da çəkim. Düzdür, burada görüntü o qədər də yaxşı olmadı. Sadəcə Alina ilə ancaq mümkün olan bu oldu. Çünki Alina yerində dayanmır. Həm də mən yemək yeməli idim. Alina da bir dəqiqə yerində dayanmırdı. Bir müddətdən sonra da, təxmini 2 saatdan sonra da yemək vaxtı olacaq və mən vaxta kimi demək olar ki, bütün işlərimi bitirməliyəm. Və bu formada hər gün səhər və bəzən də gün içində belə idmanlarımızı eləyirik, bezimizi dəyişirik. İdmanlarımızı elədikdən sonra D vitaminimizi də hər gündə içirik və bu formada birlikdə oynayaraq günə başlayırıq. Ən sevdiyi hərəkətlər də Alinanın bu hərəkətlərdir. Hər zaman bu hərəkətlərə gülür və çox xoşuna gəlir. Bez dəyişərkən də ümumiyyətlə Alina bir yerində dayanmır. Əvvəllər sakitcə necə qoyurdumsa yerə, elə o formada da dayanırdı. Amma demək olar ki, 3 ayından sonra bu formada Alina aktivləşdi.
Və mən burada artıq paltarlarımı sərirəm. Paltarları atmışdım yuyulsun. Və daha çox burada Alena'nın paltarlarıdır. Mən ümumiyyətlə Alena'nın paltarlarını ayrı yuyuram. Məncə bu elə belə də olmalıdır və bir çox insan belə edir. Amma təbii ki, bunları öz paltarları ilə birlikdə yuyanlar da yəqin ki var. Amma məncə heç düzgün bir şey deyil. Və paltarlarımı da yerləşdirdikdən sonra keçirəm artıq qaynanamın aldığı ərzaqlarda yerlərinə yerləşdirməyə. Bundan sonra qızlar başlayıram Alena üçün buxarda gülkələm bişirməyə və bu formada mən qoyuram. Bu saplaq hissələri mütləq kəsin, çünki uşaqda köp yarada bilər, yəni nəzərinizdə olsun. Biz artıq 3 gün qaydası ilə, yəni 3 gündə 1 qaşıq qaydası ilə brokolimizi yemişik, kökümüzü yemişik, kökdən 1 gün yedik, ondan sonra kök biraz ağır olduğunu dedilər kökün. Buna görə də saxladım və brokoli, gül kələmi bitirdi. Alma, armudumuzu yemişik, heç bir problemimiz yoxdur. Artıq Alena bu günlərdə peyvəndə getdi, Alena'nı peyvənd elədi və o zaman həkim yoxlanışında pediatrımız dedi ki, peçeni bananla birlikdə əzib verə bilərsən. Mən istəyirəm ki, ümumiyyətlə gün ərzində heç olmasa bir dəfə belə qidalar yesin ki, mənim də südüm normal olsun. Çünki uşaq böyüdükcə çox yeyir və hiss edirdim ki, son zamanlar doymur. Və burada Alena'nın oyuncaqlarını yuyuram. Mən oyuncaqları ümumiyyətlə Alena'ya aid olan bir çox şeyi çalışıram ki, soda ilə yuyum. Yəni buna qab yumaq üçün istifadə olunan maye sabunundan istifadə etmirəm. Bu formada məncə soda elə ən yaxşısıdır. Bunlar da düzdür təmiz idi. Sadəcə vaxt-vaxt bunları belə yuyuram ki, Alena əlinə düşən hər bir şeyi, o cümlədən də bu oyuncaqları elə ağzına aparır. Əli hara dəyibsə çalışıram ki, Alena'nın əlinin dəydiyi yerlər ümumiyyətlə təmiz olsun. Və əlimdən gəldiyi qədər də oyuncaqlarını, ümumiyyətlə bir çox şeyini təmiz saxlamağa çalışıram. Və əlimdə gördüyünüz parça da təmizdir. Yalnızca Alena'ya aid olan parçalardandır. Ümumiyyətlə günümün bir çox hissəsi Alena ilə bağlıdır və bundan əlavə qalan zamanlarda da çalışıram ki, özümə həm vaxt ayırım, həm də ev işlərini görüm. Amma bunlardan ən çox mümkün olmayanı özümə vaxt ayırmağımdır. Çünki özümə vaxt ayırdığım zaman ancaq saat 12-dən saat 3 arasıdır və bu zamanda mənə nə maraqlıdırsa YouTube'da filan onlara baxıram. Özüm üçün yeni bir şeylər araşdırmağa çalışıram. Ya da belə vloglarımı filan montajını həmişə çalışıram ki, Alena yatdıqdan sonra edeyim. Çünki o zaman daha rahat oluram. Sadəcə məndə əsas problem səsləndirmə problemidir ki, səsləndirmə bir çox hallarda alınmır. Siz də əvvəlki vloglarımda görmüsünüz. Alena ilə birlikdə səsləndirmə edirəm, amma o qədər də yaxşı alınmır. Çünki Alena'nın səsi gəlir orada. Düzdür, məncə şirin alınır, amma istər-istəməz belə kənar səslər olmasa daha da yaxşı olar, daha keyfiyyətli vlog alınar. Burada da qızlar gördüyünüz kimi artıq gül kələmi bişdi. Təxmini 10 dəqiqəyə bu tərəvəzlər bişir. Çünki həm xırda doğranılır və bundan sonra da artıq blenderdan keçirirəm. Çalışın ki, ilk dəfələrdə uşağınıza belə yemək daddırarkən blenderdan istifadə edin. Bir müddətdən sonra isə sadəcə çəngəl vasitəsilə əzib vermək olar.
Yoldaşımla çıxdıq, biraz gəzdik və saat düzdür biraz gec idi, amma bir yerdə də oturduq, biraz yemək yedik və bundan sonra da mən sizə aldıqlarımı göstərirəm. Aliviyaya getmişdim və bir neçə məhsul aldım. Bir krem və 2 də üz maskası aldım. Ümumilikdə bu məhsullara mənim 13 manat pulum çıxdı. Yəni krem çox gözəl kremdir və endirimdə idi. O cümlədən də üz maskaları da endirimdə idi. Bu maskaları düzdür mən əvvəllər istifadə etməmişəm. Sadəcə endirimdə olduğu üçün, yoxlamaq üçün aldım. Və vloqumun artıq sonudur. Sizinlə sağollaşıram. Hələlik özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşərik.